Mən Fatimə Əlizadə Vaqif qızı 3 ildir Qələbəqurd kəndində Azərbaycan dili ədəbiyyat müəlliməsi işləyirəm. Deməli, mən bura həftənin 3 günü gəlirəm və məktəbə dərsə gəlmək üçün mən həmin günü saat 4-də yuxudan oyanıram. Saat 5-ə qədər hazırlaşıram. İndi yaxşıdır, yazdır, havalar tez işıqlaşır, amma qışda mən evdən çıxanda demək olar ki, qaranlıq olur, gecə olur. Gəlirəm, 8-in yarısı çatıram artıq Şamaxıya. Şamaxıdan da yollanıram kəndə. Kəndə bura qədər gəlirəm, bura qədər yol yaxşıdır, asfaltdır. Lakin buradan sonra görürsünüz ki, maşınla getmək düzdür olur, amma çətindir. Çünki çaya sel gəlir, nə bilim buz olur, qar olur, qış olur. Ona görə də mən gəlirəm, burada maşını saxlayıram və buradan sonra artıq piyada davam edirəm məktəbə getməyə. Yəqin görürsünüz də necə yağış yağır və mən məcburam ki, oturub gözləyəm, çünki bu yağışda gedə bilmərəm. Mən yarım saat burada gözlədim, çünki bəlkə yağış yağırdı, artıq yağış səngiyib və mən düşürəm, məktəbə yollanım. Həmişə belə şeylərə görə mən bir yarım saat tez gəlirəm ki, belə problemlər olduğu zaman gedib işimə gecikməyim. Çox olur belə, bəzən çaya sel gəlir, gedə bilmirəm, məni kimsə aparmağa gəlir, gözləyirəm. Ona görə də həmişə yarım saat qabaqcadan burada oluram. Kimi bəlkə yağış yağır. Hər gün mən belə davam edirəm. Burada gəlirəm, ayaqlarımı dəyişirəm. Bir dəfə ayaqqabı ilə keçməyə çalışdım və ayaqlarım bütün su olmuşdu. Mən bir həftə ağır xəstələnmişdim. Ondan sonra bir də elə səhv eləmədim. Bu vəziyyətdə ayaqqabılarımı dəyişirəm. Rezin çəkmələrimi geyinirəm. Gedək. Ayaqqabılarım əlimdə. Çaya doğru addımlayıram. Yayda da kəndə gəlirəm bəzən. Ona görə ki, bu kənddə hamını çox istəyirəm. Kəndin cəmaatı da məni çox istəyir. Özünüz birazdan yaxınlaşanda görəcəksiniz. Mənim üçün həqiqətən maraqlıdır. Və düşünürəm ki, gələcəkdə, yaşlaşanda, bu videolara baxanda, bu keçmişi xatırlayanda özümlə qürur duyacağam ki, mən gəncliyimdə belə bir həyat yaşamışam, belə bir müəllim olmuşam. Görürsünüz, çayda su hələ də çoxdur. Bugün özüm keçirəm. Belə olduğu hallarda mən çayı özüm keçirəm. Ancaq bəzən o qədər çox su olur ki, mənim özümün keçməyim qeyri-mümkün olur. Həmin vaxtlarda da kəndin sakinlərindən sağ olsunlar ki, mənə kömək eləyirlər, keçməyimə vasitəçi olurlar. Bura çox dərindir, buradan keçə bilməyəcəm. Baxıram ki, harayla geçsəm islanmaram. Yəni bu çayın demək olar ki, ən az sulu olan vaxtıdır da. Yenə dediyim kimi sağ olsunlar düzəldiblər. Elə böyük daşlar yoxdur hal-hazırda. Yeriyərək keçmək olur. Aha, axır ki. Çaya sel gəldiyi vaxtlarda, indi görürsünüz, yəni az bir hissə idi də. Bura qədər deməyim, amma bir xeyli hissə əməlli başlı su gəlir gedir də. Yəni kaş görərdiniz ki, sel gəldiyi vaxtlarda vəziyyət necə olur. Qışda əslində burada bəzən qorxuram. Çünki adam olmur deyə qorxuram ki, nəsə bir heyvan filan olar, tək oluram gördüyünüz kimi. Bəzən qorxuludur, bəzən maraqlıdır, bəzən çətindir, bəzən çox qəşəngdir, gözəldir. İndi gedib məktəbə daxil olandan sonra görəcəksiniz ki, orada o
uşaqların sevgisi ilə ki, gedib qarşılaşıram. Bütün bu yolda çəkdiyim çətinliklər, əziyyət həqiqətən buna dəyər. Məktəbə doğru gedirik. Həqiqətən kəndimiz çox gözəldir. Məktəbimiz çox gözəl yerdə yerləşir. Onsuz Şamaxının təbiəti qəşəngdir. Burada onu sübut eləyir. Bəzən elə olur ki, mən çaya qədər gəlirəm, ancaq çayı keçmək üçün su çox olur və çayı keçmək üçün kimsə olmur. Həmin vaxtlarda sağ olsun rəhbərimiz Ələstum müəllim özü şəxsən gəlir, mənə kömək eləyir. Həm gəlməyimə məktəbə, həm qayıtmağıma. Çox vaxt olur, qışdır, olur, insanlıqda xəstələnirik, nə bilim, qrip oluram, soyuqluyuram. O hallarda belə məni tək qoymurlar, deyirlər ki, yox, soyuqda suya girmə, gətirirlər, özləri məni buradan yola salırlar. Dəfələrlə olub ki, elə rəhbərimiz özü şəxsən gətirib məni yola salıb, həqiqətən sağ olsun. Mən çox şanslıyam ki, belə bir insanla rastlaşmışam, belə bir rəhbərlə işləyirəm, həqiqətən. Bayaq da dedim, kənddə hamı məni necə çox istəyir. Deməli, mən bilirlər ki, buradan məktəbdən çıxandan sonra Bakıya qayıdıram. Çünki mən Bakıda da özəl tədris mərkəzində Azərbaycan dili müəlliməsi olaraq işləyirəm, çalışıram. Abituriyent hazırlığı ilə məşğulam. Ona görə də mən burada dərsim bitəndən sonra günorta heç vaxt itirmədən yola düşürəm Bakıya. Çünki orada mənim saat 3-dən sonra dərslərim başlayır. Düzdür, çox yoruluram, amma dəyər yenə dediyim kimi. Bunu da kənddə bilirlər. Ona görə də mən dərsdən çıxanda bizim məktəbdə gözəl xanımlarımız var, texniki işçilərimiz var. Məni mütləq çay, şokolad, pendir, şor, çörək, xiyar, pomidor, əllərində nə varsa dəvət eləyirlər. Mütləq yemək yedizdirirlər, sonra göndərirlər. Sabahınız xeyir. Necəsiz? Əziz gətir qız. Biz artıq məktəbimizin həyətinə çatdıq. Bura bizim meydançamızdır. Uşaqlar burada fiziki tərbiyə dərslərində gəlib məşğul olurlar. Bu məktəbin ən keçmiş köhnə binasıdır. Artıq yararsız haldadır. Bizim məktəbin həyətində 3 bina mövcuddur. Bu yararsız haldadır. Gördüyünüz kimi bu ən birinci, ən köhnə məktəbdir. Artıq məktəbə çatdım. Həmişə bura gəlib çatanda mənim üzüm gülməyə başlayır, keyfim açılır. Bura bizim məktəbdir. Bura bizim məktəbimizin həyətidir. Burada insan necə pis ola bilər? Bu da bizim şagirdlərimizdir. Sabahınız xeyir. Mənə deyir. Çox sağ ol Şəmil. Çox sağ olun uşaqlar, İnci. Çox sağ olun. Hay can. Bunlar bizim məktəbin ən balacalarıdır. Sığma. Çox sağ olun. Çox sağ ol Yunis. Məktəbə gəldim artıq. Həmişə gələndən sonra gəlirəm. Ayaqqabılarımı dəyişirəm. Təbii ki, bu rezin çəkmələrlə dərsə daxil ola bilmərəm. Qışda içəridə dəyişirəm. İndi hava yaxşıdır. Burada dəyişə bilərəm. Ayaqqabılarım biraz palçıq olur. Artıq hazıram. 3, 4. Başla. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4.
Bura mənim sinifimdir. Mən məktəbimizin 10-cu sinifinin sinif rəhbəriyəm. Sabahınız xeyir uşaqlar. Necəsiz? Nə qəşəng həcər. Çox sağ olun. Canım mənim. Sağ olun, çox sağ olun uşaqlar. Bugün axırıncı dərs günümüzdür. Mən şagirdlərimi bir də sentyabra qədər görməyəcəm. Onlarla axırıncı bugün günümüzdür, bir-birimizi hələlik görürük. Sağollaşaq uşaqlar. İnşallah təzə tədris günündə görüşərik. Sağ olun. Çox istəyirəm sizi. Bitdi. Özüm də kövrəldim. Uşaqları bir də sentyabrda görəcəm mən. Və gün bitir. İndi bizi gözləyir hələ Bakıya qayıtmaq. Çünki orada da dərsim var günorta.